Uşaqlarda boy qısalığı zamanı boy hormonu müayinəsinin aparılması xüsusi testlər vasitəsilə həyata keçirilir. Artıq bir çox maarifləndirici videolarımızda bununla bağlı biz geniş danışırıq, geniş məlumatlar veririk və bəzən bizə müayinələr gəlir müxtəlif həkimlər tərəfindən aparılmış ki, orada somatotropiin deyilən bir müayinə aparılır və əgər bir uşaqda somatotropiin müayinəsi nəticəsi normaldırsa, sizin uşağınızda problem yoxdur, boy hormonu normadadır deyib, yəni belə deyək, gərəksiz şəkildə ailənin və uşağın zamanını almış olurlar. Ümumiyyətlə, boy hormonu müayinəsi və boy qısalıqlı uşaqlarda somatotropiin müayinəsi xüsusi testlər tərəfindən aparılır və xüsusi testlər əsasında boy hormonu stimulyasiya testləri dediyimiz müayinələr əsasında biz bu uşaqlarda boy hormonu çatışmazlığının olub-olmadığını araşdırırıq. Yəni bazal somatotropiin müayinəsi bizə heç bir informasiya vermir. Ona görə də təkcə sümük yaşı müayinəsi, təkcə bazal somatotropiin müayinəsi aparmaqla uşaqlarınızın boyu haqqında, boy proqnozu haqqında sizə hər hansı bir məlumatlar verirlərsə, bilin ki, bu doğru yanaşma deyil. Bu halda mütləq bu məsələləri uşaq endokrinoloqu tərəfindən kontrolda saxlamanız məsləhətdir.